Həkim, hansı vərdişlər qanda dəmir azlığı problemini dərinləşdirir? Elə bir vərdiş yoxdur. Dəmir azlığını yarada bilən səbəblər var. Onlar səbəbdir, vərdişdir. Məsələn, insan var ki, süni sürətdə az yeyir. Mənim tanıdığım elə xəstə var. Xüsusən cavan qadınlarda içərisində belə görmüşəm ki, onlar istəyirlər ki, az yesinlər ki, kökəlməsinlər və özlərinin formalarını, figuralarını saxlaya bilsinlər. Sizə çox qəribə də gəlsin, bir gün cavan qadın var idi, qan azlığı ilə mənə müraciət eləmişdi. Deyir, məni məcbur edirlər ki, çox yeyirəm, amma mən istəyirəm ki, öz formamı saxlayayım və bundan ötəri nə edirəm? Yeməyi yeyəndən sonra gedirəm, yediyimi qaytarıram. Bunu heç kim bilmir. Bilirsiniz, bu qaytarma da sonunda nəyə gəlir? Bədənə lazım olan qida məhsullarının yetərincə bədənə daxil olmaması, bədəndə onun tərkibində olan elementlərin, o cümlədən də dəmirin bədənə sorula bilməməsi gələcəkdə sözsüz ki, qan azlığının yaranmasına səbəb olacaq. Yəni, bu belə bir patoloji haldır əslində baxanda xəstələnir və ya o insanın o cür hərəkət etməyi. Biz onda qan azlığını təyin edəndən sonra müvafiq müalicə yazdıq və ona tövsiyələrimizi verdik ki, bu etdiyiniz xatalı işdir, düzgün iş deyil. Əgər siz formanı, figuranızı cavan qadın kimi saxlamaq istəyirsinizsə, bunu normal qidanı kəsmək hesabına yox, idman etmək, aktiv, yəni fiziki işlə məşğul olmaq hesabına siz buna nail olmalısınız.